Salam əziz izləyicilər, psixodiaqnostika bölməsinə aid olan 10 test tapşırığı ilə tanış olaq. Test 1. 11 yaşlı şagird son aylarda dərslərdə diqqətsizdir. Tez-tez sinifdən çıxır və dərsə marağı azdır. Məktəb psixoloqu hansı üsulla onun diqqət problemlərini diaqnostika edə bilər? A bəndi müşahidə, B bəndi Raven testi, C bəndi TAT metodikası, D bəndi isə kaktus qrafik metodikası. Bu testimizdə bizdən əsas soruşulan diaqnostik üsul hansı olmalıdır? Deməli, müşahidə uşağın real davranışını sinif mühiti daxilində görmək və qeydə almağa imkan verir. Bu metodun üstünlüklərindən biz sizinlə danışmışdıq. Uşağın dərs zamanı diqqətini, hərəkətlərini və sinifdəki davranışlarını təbii şəraitdə qiymətləndirir. Qısa müddətli testlərdən fərqli olaraq uşağın davranış nümunələrini davamlı izləməyə imkan verir. Buna görə də bizim düzgün cavabımız A variantı müşahidədir. Digər variantlara baxaq görək nəyə görə doğru variant hesab olunmur. Raven testi yalnız intellekt səviyyəsini ölçür, diqqət və davranış problemlərini tam olaraq aşkar etmir. TAT metodikası uşağın proyektiv motivlərini göstərir, lakin diqqət səviyyəsi ilə əlaqəsi demək olar zəifdir. Kaktus metodundan isə biz emosional vəziyyəti ölçmək üçün istifadə edirik, yəni kaktusla da biz diqqəti ölçmürük. Məhz buna görə də bizim düzgün cavabımız A variantı müşahidə. Növbəti testimiz 2. Psixoloq şagirdlərin qorxu və həyəcan səviyyəsini ölçmək istəyir. Hansı metodikadan istifadə edə bilərik? A bəndi Lewis-Rench testi, B bəndi Raven testi, C bəndi Eysenkin testi, D bəndi isə maraqlar xəritəsi. Yoldaşlar, burada bizim düzgün cavabımız A bəndi Lewis-Rench testidir. Çünki Lewis-Rench testi insanların emosional vəziyyətini, daxili həyəcanını və stress səviyyəsini ölçür. İnsanlar rəng seçimləri ilə psixoloji durumlarını qeyri-şüuri şəkildə ifadə edirlər. Burada 8 rəngdən istifadə olunur və hər rəngin öz müəyyən, belə deyək, mənalandırılması var. Bəs nəyə görə digər variantlarımız düzgün deyil? Yenə Raven testi intellekti ölçür, Eysenkin testi temperamenti ölçür, emosional həyəcan səviyyəsini birbaşa göstərmir, maraqlar xəritəsi də peşə maraqlarını müəyyənləşdirir, emosional durumla bağlı deyil. Ona görə də bizim düzgün cavabımız burada A bəndi Lewis-Rench testi. 4-cü testlə davam edirik. Psixoloq şagirdlərarası münasibətlərini və sinifdəki sosial vəziyyəti öyrənmək istəyir. Bu zaman aşağıdakı metodikalardan hansından istifadə edir? A bəndi sosiometriya, B bəndi Eysenkin testi, C bəndi Raven testi, D bəndi isə tamamlanmamış cümlələr testi. Yoldaşlar, burada düzgün cavab sosiometriyadır. Çünki sosiometriya sinifdəki şagirdlərarası münasibətləri və qrup dinamikasını ölçmək üçün nəzərdə tutulmuş elmi metodikadır. Dostluq, liderlik və sosial statusu müəyyən edir. Qrup daxilində uyum və izolyasiya hallarını aşkar etməyə imkan verir. B bəndi Eysenkin testi ona görə düzgün deyil ki, bu zaman biz temperamenti ölçürük, sosial münasibətləri ölçmürük. Raven testi ilə intellekti ölçürük, sosial münasibətləri əhatə etmir. Tamamlanmamış cümlələr testi isə daxili psixoloji vəziyyəti proyektiv olaraq göstərir, sosial münasibətləri əks etdirmir. Deməli, burada bizim düzgün cavabımız A bəndi sosiometriya. Test 5. Uşaq oyun zamanı təsadüfi rəngli fiqurlar çəkir. Psixoloq onun emosional vəziyyətini və daxili dünyasını öyrənmək istəyir. Bu zaman A bəndi 3 ağac proyektiv metodikası, B bəndi Raven testi, C bəndi anket sorğu, D bəndi sosiometriya, yəni bunlardan hansından istifadə edir? Burada bizim düzgün cavabımız A variantıdır. 3 ağac proyektiv metodikası. Çünki rəsm və fiqur testləri uşağın daxili emosional vəziyyətini, qorxularını və düşüncə tərzini göstərir. 3 ağac testi ilə biz şəxsi problemləri və daxili dünyanı rəsmlər vasitəsilə analiz edir, uşağın stress və emosional vəziyyətini aydın şəkildə təsəvvür edə bilirik.
Nəyə görə digər variantlarımız düzgün deyil? Yenə Raven testi intellekti ölçür, anket sorğusu rəsmlərlə bağlı bizə informasiya vermir. Burada açıq cavablar əsaslanır. Sosiometriyada bir qədər öncə bildirdiyimiz kimi sosial münasibətləri ölçür. Yəni burada biz emosional vəziyyəti müəyyən etmirik. Deməli, yenə bizim düzgün cavabımız A variantı oldu. 6-cı test. Şagirdlərin intellekt səviyyəsini ölçmək üçün hansı metodikadan istifadə olunur? Bizdən soruşulan intellekti ölçməkdir. A bəndi Raven testi, B bəndi TAT, C bəndi Lüşerin rəng testi, D bəndi isə müşahidə metodu ilə ölçülür. Yoldaşlar, burada bizim düzgün cavabımız A bəndi Raven testidir. Raven testi abstrakt düşüncə və məntiqi intellekt ölçür. Şagirdlərin analitik və məntiqi bacarıqlarını qiymətləndirir. Nəticələr fərdi və qrup səviyyəsində müqayisə oluna bilər. Deməli, bizim düzgün cavabımız 6-cı testdə Raven testi oldu. Yaxşı, baxaq görək nəyə görə digər variantlar doğru deyil. TAT metodikası yenə motivləri göstərir, intellekti ölçmür. Lüşer rəng testi emosional vəziyyət öyrədir. Müşahidə isə biz müşahidə zamanı davranış və diqqəti qiymətləndiririk. Yəni müşahidə vasitəsilə biz intellekti ölçə bilmərik. Keçək növbəti testimiz 7-ci testdə. Psixoloq uşağın xarakter və temperament tipini öyrənmək istəyir. Bu zaman hansı metodikadan istifadə edər? A bəndi Ayzerkin temperament testi, B bəndi Raven testi, C bəndi anket sorğusu, D bəndi müşahidə. Adından da göründüyü kimi Ayzerkin temperament testi vasitəsilə biz temperament və xarakteri öyrənirik. Bir qədər geniş izah etsək biz bu sualı. Ayzerkin testi uşağın temperament xüsusiyyətlərini öyrədir bizə. Burada aktivlik, emosional dayanıqlıq və reaksiyalar intensivliyini öyrənirik. Xarakter və davranış üslublarını proqnozlaşdırmağa bizə imkan verir. Yenə də Raven testi intellekti ölçür. Anket sorğu açıq şəkildə soruşulmuş cavablar var. Burada temperamenti əks etdirmir. Biz müşahidə vasitəsilə də xarici davranışları öyrənirik. Daxili temperamentin bütün aspektlərini müşahidə vasitəsilə ölçə bilmərik. Keçirik 8-ci testimizə. 8. Uşağın həyatına dair gizli hissləri və istəklərini aşkarlamaq üçün hansı metodikadan istifadə edə bilərik? A bəndi tamamlanmamış cümlələr testi, B bəndi Raven testi, C bəndi sosiometriya, D bəndi isə maraqlar testi. Burada biz tamamlanmamış cümlələr testindən istifadə edirik. Uşağa cümlələrin başlanğıcı verilir və uşaq o cümlələri tamamlayır. Bu yolla biz həmin uşağın daxili hisslərini, qorxularını, arzularını və motivlərini öyrənmiş oluruq. Yenə B bəndi intellekti ölçür, C bəndi sosial münasibətləri, D bəndi isə maraqlar xəritəsi isə peşə maraqlarını ölçür. Deməli, bizim düzgün cavabımız A variantı maraqlar tamamlanmamış cümlələr testi. 9-cu test. Bir uşağın məktəbə hazırlıq səviyyəsini diaqnostika etmək üçün hansı sahələr üzrə testlərdən istifadə olunur? Məktəbə hazırlığı müəyyən etmək. A bəndi psixi inkişaf, idrak prosesləri, yaradıcı təfəkkür, sosial inkişaf, B bəndi yalnız intellekt və diqqət, C bəndi yalnız emosional hazırlıq, D bəndi isə yalnız motor hazırlıq, bacarıqların hazırlıq səviyyəsi. Yoldaşlar, bir uşağın məktəbə hazırlıq səviyyəsini ölçmək istəyiriksə, biz onu hərtərəfli şəkildə öyrənməliyik. Buna görə bizim düzgün cavabımız A variantıdır. Çünki psixi inkişaf, idrak prosesləri, yaradıcı təfəkkür, sosial inkişaf vacib aspektlərdir. Psixi inkişaf dedikdə biz burada diqqət, yaddaş, motor bacarıqlar, idrak prosesləri dedikdə məntiq, düşüncə və problem həlli, yaradıcı təfəkkür dedikdə yeni fikirlər yaratma qabiliyyəti, sosial inkişaf dedikdə sinif və qrup daxilində adaptasiya və ünsiyyət bacarıqlarını öyrənmiş oluruq. Deməli, bizim tam əhatəli cavabımız A variantı olur. 10-cu sual. Məktəbdə psixoloq uşağın aqressiv davranışlarını və sosial adaptasiyasını ölçmək istəyir. Deməli, bizə nəyi ölçürük? Aqressiyanı və sosial adaptasiyanı. Bu zaman hansı metodikadan istifadə edərik? A bəndi bas və
Dark metodikaları, B bəndi Raven testi, C bəndi Isaac'in testi, D bəndi isə Lewis-Sher'in testi. Yoldaşlar, biz bundan öncəki mətnimizdə sizlə Bas və Darkin metodikaları vardı ki, biz bu metodikalar vasitəsilə aqressiyanı və sosial adaptasiyanı ölçə bilərik. Digər variantları isə öncəki testlərimizdə izah etmişdik. Deməli, Bas və Darkin metodikaları uşağın aqressivlik səviyyəsini və sosial davranışını qiymətləndirir. Fiziki və şifahi aqressiyanı, passivlik və sosial uyumu ölçür. Məktəb mühitində sosial adaptasiyanı bizə proqnozlaşdırmağa imkan verir. Testlərdən hələ ki bu qədər, yoldaşlar. Sizlərlə qısa şəkildə psixokorreksiya haqqında danışaq. Psixokorreksiya fiziki cəhətdən sağlam adamların psixikası və davranışındakı qüsurların, çatışmazlıqların aradan qaldırılması üçün psixoloqun istifadə etdiyi psixoloji təsir preyimlarının məcmusudur. Bu preyimların bir çoxu əvvəllər psixoterapiya təcrübəsində tətbiq olunmuş, lakin sonralar onun sərhədlərini aşaraq praktik cəhətdən sağlam adamların da davranış tərzinə psixoloji təsir vasitəsinə çevrilmişdir. Psixokorreksiyanın təsir vasitələri insanların yeni həyat şəraitinə daha yaxşı uyğunlaşması, gündəlik daxili və xarici gərginliklərin aradan qaldırılması, müxtəlif münaqişələrin həll edilməsi, insanların zərərli vərdiş və meyillərdən xilas edilməsini nəzərdə tutur. Pedaqoji fəaliyyət təcrübəsi psixokorreksiya metodlarının tətbiqi sahələrindən biridir. Pedaqoji praktikada psixokorreksiya üzrə həyata keçirilən işlərin əsas məqsədləri dörddür. Birinci, uşağın yaş normativinə uyğun olaraq inkişafının davam etdirilməsi, təlim-tərbiyənin fərdiləşməsi işində pedaqoji kollektivə köməyin göstərilməsi. İkinci, uşaqlarda qabiliyyətlərin, maraq və meyillərin inkişaf etdirilməsi. Üçüncü, uşaqların inkişafındakı geriləmələrin, təlimdə və davranışındakı pozuntuların aradan qaldırılması məqsədi ilə inkişaf etdirici korreksiya proqramlarının işlənilib hazırlanması və həyata keçirilməsi. Dördüncü, sonuncu isə ayrı uşaqlar və onların qrupları ilə, xüsusən də risk qrupuna aid edilən uşaqlarla korreksiya edici treninqlərin keçirilməsidir. Diaqnostik nəticələrə və korreksiyanın xarakterinə görə növləri vardır. Bunlardan birincisi simptomatik korreksiyadır. Simptomatik korreksiya simptomların və yaxud əlamətlərin korreksiyasıdır. Bu korreksiya növü qısa müddətli təsirə görə hesablanır. Həyəcan, qorxu, kəkələmə və s. kimi problemlərin aradan qaldırılmasına xidmət edir. İkinci növü isə səhvlərin korreksiyasıdır. Problemin mənbəyinə və səbəblərinə yönəlir. Orta və uzun müddətlidir. Əhəmiyyətli dərəcədə zəhmət tələb edən korreksiya növüdür bu səhvlərin korreksiyası. Simptomatik korreksiya ilə müqayisədə daha effektivlidir. Eyni simptomlar mənşəyinə və pozuntunun psixoloji quruluşuna görə tamamilə müxtəlif təbiətə malik ola bilərlər. Korreksiyanın istiqaməti və məzmununa görə isə, yoldaşlar, bir dəqiqə, davranışın, xarakterin korreksiyası var, idraç proseslərinin korreksiyası var, emosional sahənin korreksiyası, şəxsiyyətlərarası münasibətlərin korreksiyası var. Korreksiyanın formasına görə isə fərdi və qrup korreksiyaları var. Fərdi adından göründüyü kimi fərdi xarakteri daşıyır. Qrup korreksiyası özü əsas iki növə bölünür. Qapalı təbii qruplar var. Ailə, sinif, qapalı təbii qruplara aiddir. Açıq qruplar isə oxşar problemlərə, əlamətlərə görə seçilmiş insanlar qrupudur. Məsələn, asosial motivlər qrupu ola bilər, deviant davranışa meyilli olan uşaqlardan ibarət olan bir qrup ola bilər. Bu da bizim qapalı, daha doğrusu açıq qruplarımıza aid olan qrup korreksiyasıdır. Korreksiya təsirlərinin idarə olunmasının xarakterinə görə direktiv korreksiya var, bir də qeyri-direktiv korreksiya var. Direktiv korreksiya problemə yönəlik korreksiya növüdür. Psixoloqun direktiv mövqeyi seçdiyi situasiyada o ekspert yaxud peşəkar mövqedə çıxış edir. Bu halda onun mövqeyi klientin mövqeyindən üstün olub, rəsmi qaydalarla tənzimlənir. Psixoloq klientin problemlərini bilir, onunla necə davranmalı olduğunu əvvəlcədən müəyyənləşdirir. Korreksiyanın məqsədi onun üçün aydın olur. Qeyri-direktiv isə müəyyən qədər fərqlidir. Bu zaman korreksiya zamanı psixoloq klientlə birlikdə korreksiya prosesinin
bərabər hüquqlu iştirakçısına çevrilir. Bu halda o klienti öz arxasınca aparmır, onunla yanaşı gedir, onun inkişafına kömək edir. Bu halda korreksiya növü klientə yönəlmiş bir yanaşmaya əsaslanır. Hələ ki bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm.